bir vaxtlar dillər əzbəri olan Şirvan, az qala ideal vəziyyətdə olan konkret bu 10.000 manatlıq əskinaz bu yaxınlarda ABŞ-ın Stax Bowers hərrac evində inanılmaz qiymətə yüzlərlə dollara satılıb. Bu əskinazlar Milli Bankın sifarişi ilə pul dövriyyəsinin nizamlanması məqsədi ilə Almaniyanın Giesecke and Devrient şirkəti tərəfindən 1994-cü ildə çap olunmuşdu. Əskinazın ön tərəfində Şirvanşahlar Sarayının ümumi görünüşü, arxa yüzündə isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri təsvir olunub. 2006-cı ildə tam tədavüldən çıxarılmağa başlayan Şirvan artıq dövriyyədə olmadığı üçün ümumiyyətlə dövriyyədə olmamış və pükü, əziyi, toxunuş izi olmayan ideal nümunələr, ələlxüsus da bunun kimi beynəlxalq qreydinq şirkəti olan PMG tərəfindən sertifikatlaşdırılmış nümunələr nisbətən nadir sayılır. PMG, yəni Paper Money Guarantee şirkəti bunu möhtəşəm dövriyyədə olmamış 65 dərəcəsində sertifikatlaşdırılıb. Amma əsas özəlliyi odur ki, etiketdə Without Segmented Foil yazısı qeyd olunub ki, bu da qırıq-qırıq folqalı xətlərin olmamasını və beləcə çap xətasının olduğunu göstərir. Bu xətalı nadir Şirvan sentyabrın 9-da Stax Bowers hərrac evində $552 bizim pulla 938 manata satılıb. Videonu bəyənməyi unutmayın.